Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Bu videoda sizə 9 mart 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin 11-ci siniflər üçün keçirilmiş olduğu buraxılış imtahanının ingilis dili fənni üzrə suallarının izahını paylaşıram. Əvvəlcə sizdən xahişim səhifəyə dəstək olmaq üçün videonu bəyənib səhifəyə abunə olasınız, həm də yeni videoları qaçırmayasınız. Baxırıq 7-ci suala. 7-ci sualda əks mənalı sözləri istəyir. Burada təbii ki, cavabımız B variantıdır. Previous əvvəlki, next növbəti. Digər variantlarımız hamısı sinonim sözlərdir. Buna görə də cavabımız olur B variantı. 8-ci sual qayıdış əvəzliyi istəyir. Biz bilirik ki, qayıdış əvəzliyi cümlənin mübtədasına əsasən götürülür. Qız sözü üçüncü şəxsin təki she olduğuna görə herself cavabımız olur. Cavab olur D variantı. 9-cu sual mürəkkəb tamamlıq. Tamamlıq 2 to ilə verildiyinə görə let və make-i çıxırıq. Götürürük 1 ilə 4, yəni D variantı. Baxırıq 10-cu suala. 10-cu sualda biz bilirik ki, isimdən sonra təyin budaq cümləsi varsa D artiklı ilə işlənməlidir və best sifətin üstünlüyü dərəcəsindədir. Təbii ki, D artiklı ilə işlənəcək və cavabımız olacaq C variantı. Baxırıq 11-ci suala. Bağlayıcıya aid sualdır və beləliklə biz bunu mütləq tərcümə eləməliyik. Həşəratların bəzisi ziyanlıdır, lakin başqaları faydalıdır. Cavabımız olur C variantı. 12-ci sual. 12-ci sual. Bu sualları biz işləyərkən mübtəda xəbər quruluşuna diqqət eləməliyik. Biz təbii ki, cümlənin xəbərini əsas müəyyən edirik, yəni have been making. Sonra isə ona uyğun mübtəda tapırıq ki, xəbərimiz have ilə olduğuna görə cəm mübtəda olmalıdır. Bu da 2-yə uyğun gəlir. Qızlar hazırlayır. Təbii ki, tamamlıq lazımdır. Tamamlığımız salat. Və 2 zərfliyimiz qalır. For 20 minutes və in the kitchen. Və burada biz bilirik ki, yer zərfi əvvəl gəlir. Daha sonra isə zaman zərfi, yəni 5 və 3. For 20 minutes. Qızlar 20 dəqiqədir ki, salat hazırlayır. 241, 653 cavab olur C variantı. 13-cü sual. Modal feillərə aid bir sualdır və burada but plus qısa cümlədən istifadə olunub. Bu deməkdir ki, birinci modal feilimiz nə işlənibsə, burada da həmin modal feil işlənməlidir. Birinci tərəfdə təsdiqdirsə, ikincidə inkar. Birinci tərəf inkardırsa, ikinci tərəf təsdiq olmalıdır. Gəlin, baxaq. 13-cü sualda A variantı yanlışdır. Able-ın to'su yoxdur. Həm də eyni modal feillərdən istifadə olunmayıb. B variantı modal feillər ikisi də təsdiqdədir deyə yanlışdır. C variantında able-ın to'su yoxdur. Həm də hər iki tərəfdəki modal feilimiz eyni deyil. D variantında eyni modal feillər istifadə olunub, lakin hər ikisi inkardır deyə səhvdir. Cavabımız, düzgün cavabımız olur Y variantı. Eyni modal feillər və birinci tərəf təsdiq, ikinci tərəf inkar. Mənim bacım qızı fransız dilində danışa bilir, amma bacım oğlu danışa bilmir. Cavabımız olur təbii ki, Y variantı. 14-cü sual definition'dır və definition'a aid suallarda mütləq ən az 2 sözü bilməliyik. Bother narahat etmək, trust inanmaq, alçı dəyişmək. Gəlin baxaq. A variantı A'da ki, believes that somebody is honest or and good. Kiminsə dürüst və yaxud yaxşı olduğuna inanmaq təbii ki, 2-də olur A. İnanmaq, trust. To make something different in some way. Bəzi şeyləri, yəni fərqli eləmək, alçı dəyişmək. C-də deyir ki, annoy or worry somebody. Kimsə narahat eləmək, bezdirmək. Təbii ki, bu da 1-ə uyğun gəlir. 1C, 2A və 3B. Cavab olur B variantı. 15-ci sual mürəkkəb isimlər sırasını istəyir. A variantında tion şəkilçisidir çıxırıq. B variantında hud şəkilçisidir çıxırıq. C variantında ment şəkilçisidir çıxırıq. D variantında nes şəkilçisidir və düzgün cavabımız olur Y variantı. Shoemaker, mindset və snowdrop. 16-cı sual. Tamamlıq budaq cümləsi indirect speech-ə aid bir sualdır və biz bilirik ki, köməkçi feil mübtədanın önünə keçə bilməz. Ona görə də B, D və Y variantlarını çıxırıq. Burada bağlayıcıdan sonra, yəni V-dən sonra mübtəda plus xəbər gəlməlidir. A və C variantlarını saxlayırıq və bilirik ki, V-dən sonra indiki bitmiş has plus, have plus, V3 gəlməz deyə çıxırıq və düzgün cavabımız olur A variantı.
17-ci sual düzgün sual cümləsi istəyir və biz bilirik ki, təyinə sualdırsa, ya birbaşa özündən sonra xəbər, ya da köməkçi fe'l mübtəda xəbər gəlməlidir. A variantında birbaşa mübtəda gəldiyinə yanlışdır. B variantı düzgün cavabdır. Did you sign? C variantında did olduğu yerdə ed qaldığına görə yanlışdır. D variantında documentsdən sonra signed xəbərim gəlib, lakin arasında təsdiq formada do does did işlənməz. Bu cümlədə sənədlər imzaladı yox, sənədlər imzalandı. Yəni were signed olmalı idi, həm də məhsul növdə olmalı idi. Yəni həm də by you, tamamlığında by you sənin tərəfindən. Y variantında da köməkçi fe'l mübtəda olmalı idi, lakin yerlərin dəyişib deyə səhvdir. Cavab olur B variantı. 18-ci sual söz önüyə aid bir sualdır. Çok fe'li özündən sonra to tələb eləyir deyə digər variantları çıxırıq və professor söhbət elədi kolleqası ilə tələbələri haqqında. Cavabımız olur D variantı. 19-cu sual sifətin müqayisə dərəcəsinə aid olan bir sualdır. Həmcinsdir və hər ikisi dənlə uyğunlaşır. Dən də özünün qarşısında hər ikisini müqayisə dərəcəsində istəyir. A variantı yanlışdır, çünki hər ikisi adi dərəcədədir. B variantı bir sözə həm mor, həm er artırılmaz deyə C variantını çıxırıq. B variantında bir sözə həm mor, həm er artırıldığına çıxırıq. D variantında isə ikinci tərəf adi dərəcədədir deyə çıxırıq. Cavabımız olur Y variantı. Hər ikisi müqayisə dərəcəsində və biz bilirik ki, hecalı sözlərdə er şəkilsi artırmaqla düzəlir. 20-ci sual məchul növə aid bir sualdır. Məchul növə çevrilə bilməz. Biz bilirik ki, tamamlığı olmayan cümlələr məchul növə çevrilmir və eləcə də bağlayıcı feillər işlənibsə, to be, to become, to seem, to feel və s. bağlayıcı feillər olan cümlələr məchul növə çevrilə bilmir. Biri götürürük, çünki went təsirsiz feildir, özündən sonra da tamamlığı yoxdur. 2 götürülür, çünki bu ismi xəbərli cümlədir, bağlayıcı feil işlənib, bu məchul növə çevrilə bilməz və cavabımız olur 1-2. 3 də assess the presentation tamamlığımız var. So to dear tamamlığımız var və 3-4-ü də çıxırıq. 21-ci sual zamana aid sual tipidir. When-dən sonra bitmiş və gələcək zamanlar gəlməz və uzlaşma mütləq baş cümlə ilə gözlənilməlidir. Will gələcək zamandır, keçmiş zamandan uyğunlaşmaz. Cavabımız olur B variantı. 22-ci sual deməli qısa cavablar short answers-ə aid bir sual tipidir və biz bilirik ki, verilmiş cümləmiz təsdiqdədirsə, bu biri ikinci cümləmiz də mütləq to-la, also-la və ya so-la verilməlidir. Neither və ya either ilə verilə bilməz. Və A variantı cavabımız olur ona görə ki, hər iki tərəf təsdiq və to-dan istifadə olunub. Y variantının səhv olmasının səbəbi birinci cümlənin təsdiqdirsə və arasında but işlənibsə, bu tərəf inkarda olmalı idi. Ona görə Y variantı yanlışdır. Düzgün cavabımız olur A variantı. Baxırıq mətnin suallarına. 23-cü sual happily haqqında olan bir fikri tamamlamaqdır. Burada cavabımız Y variantıdır və Y variantında deyir ki, happily ali məktəbdə ingilis ədəbiyyatı ilə maraqlanırdı. Bu da bizim mətnimizdə bu hissədə verilib, işarə elədiyim hissədə verilib. Deməli, ingilis dil ədəbiyyatına olan marağını artırdı və tamamilə düzgün cavabımız olur Y variantı. Baxırıq 24-cü suala. Mətin nə haqqındadır? Paragrafımız Lee'nin müəllifin, yəni özü haqqında, uşaqlığı, təhsili və bacarıqları haqqında yazılmışdı və ona görə də ən uyğun cavabı A variantı olaraq mükafat qazanan bir Amerikalı yazıcı haqqında. Yəni ən uyğun cavabımız A variantı olur. 25-ci suala baxırıq. 25-ci sualda bizdən düzgün cavabı istəyir və burada düzgün cavabımız təbii ki, Y variantıdır və bu cümləni mən sizə mətndən göstərirəm. This timeless work has had a lasting impact on literature. Ədəbiyyatda davamlı, yəni böyük bir təsir olub. Baxırıq 26-cı suala. Lee'nin yazıçılığına nə təsir göstərib? Burada bir olacaq düzgün olmayan davranış. Təbii ki, buna diskriminasiya aiddir. Və yaşadığı çətinliklər, bu da çətinliklərlə hardships burada verilib. Düzgün cavabımız olur 1-3, yəni D variantı. 27-ci sual baş vermiş bir şey görmək və ya müşahidə etmək təbii ki, burada olacaq witness. Paragraf 1-də 5-ci sətir. 28-ci sualda passion, şövq, istək sözünün sinonimini istəyir. Paragraf 2-dən təbii ki, enthusiasm, həvəs, maraq.
29-cu sual. O universiteti tərk elədi və qərara gəldi. 2-ci paraqraf, 3-cü sətr. To pursue her dream of becoming a writer. Biz bu cümləni ən azı 2 söz dəyişməklə tamamlamalıyıq. Decide made up one's mind ilə dəyişirik. Made up her mind. To pursue, to achieve ilə dəyişilir. Her dream, her desire və ya wish. Of becoming, of being ilə dəyişilir. A writer and author. 30-cu sualda eseyimiz. Hansı uşaqlıq arzunuzun reallaşmağını istərdiniz və niyə adlı bir essey yazmaqdır. Essey üçün belə balaca, xırda bir nümunə yazmaq istəyirəm. Mənim uşaqlıq arzum uğurlu bir insan olmaq və insanlara kömək eləməkdir. Mənim uşaqlıq arzum my childhood dream. İsmi xəbərli cümlədir. Təbii ki, isdən, to be-dən istifadə etməliyik. Uğurlu insan olmaq, to become a successful person və insanlara kömək etmək, and help people. Çünki mən istəyirəm ki, yaxşı gələcəyim olsun. Çünki mən istəyirəm, I want. Yaxşı gələcəyə sahib olmaq, təbii ki, feilimizi yazırıq. To have a better future, daha yaxşı gələcəyim olsun. Bununla da mən ailəmi qürurlandırmaq istəyirəm. Beləliklə, that's why. Mən istəyirəm, I want. Ailəmi qürurlandırmaq, to make my family proud. Əziz abituriyentlər, hər birinizə uğurlar arzu edirəm və səhifəyə dəstək olmaq üçün sizdən xahişim videonu bəyənib və səhifəyə abunə olasınız. Yeni videolarda görüşərik.